Biz başladıq. İndi uşaqlar, hamımızın testlərinə baxdım. 1-dən 10-a qədər kimin nə səhvi varsa desin. Buyurun. 2. Bir dəqiqə. Hara getdi? Səhifə 43-dədir mən. Uşaqlar, Lənkəran xanlığı Rusiya tərəfindən işğal edildi. Ümumən, Lənkəran xanlığının işğalı məsələsinə toxunsaq, Lənkəran xanlığının işğalı 1813-cü ildə tam şəkildə işğal olunur. Və 1813-cü ilin yanvar ayında işğalı, yanvarın 1-də işğalı tam başa çatacaq. Dəniz, sən mənə deyərsənmi, Lənkəran xanlığının tutulub işğalı uğrunda 2 müharibə var idi. Bunlar hansı müharibələr idi? 1826-da ləğv olunur Lənkəran. O ləğv olunmadı və işğalı zamanı Rusiya ilə Lənkəran xanlığı, bir də Abbas Mirzə, Qacarlar olan, Qacar şahının oğlu olan Abbas Mirzə, orada hansı ki Ruslarla döyüşürdü. Orada 2 dənə müharibə edilmişdi, döyüş var idi. O hansı döyüşlər idi? Ruslar var. Aslandüz. Aslandüz biri. Neçənci ildədir Aslandüz? 1813. Yox. Aslan 12. 12. 12-nin oktyabr ayının 12-sində elə. Və bir dənə də döyüş var idi dekabrın 31-də. 1812 dekabrın 31-i həll edici döyüşlərdən biri olan. Buxarest. Yada sal görək. Gəncə yaxınlığında döyüş. Yox, Gəncə, Lənkərandan Gəncənin aidiyyəti yoxdur axı. Leyla deyə bilərsən? Sultanbud. Yox, Sultanbudun qətiyyən aidiyyəti yoxdur. 1812-ci ilin dekabrın 31-də. Müəllim, sülh. Yox, müharibə. Döyüş. Murad deyə bilərsən? Yox, müəllim. Leyla, nə dedin sən? Müəllim, dedim, bilmirəm. Bəlkə Zeynəb bilir. ...1812 31 dekabr tarixində Lənkəran döyüşü baş verir. Bu döyüşü 1813-cü il yanvarın 1-də Rusiya qazanır və Lənkəranı işğal edir. Dəniz, sən mənə deyilən görək, 1-ci Rus-Qacar müharibəsi nə vaxtdır? 1804-1813. Bəli, 1804-1813. İndi Lənkəran xanlığı Rusiya tərəfindən 1813-də işğal olunubsa, buna uyğun cavab hansı olar? 1-ci Rusiya-Qacar müharibəsi ərəfəsində, Aslandüz döyüşündən sonra. Bəli. Sonra uşaqlar, ona kimi səhvlərimizi deyin. Həm 4. 4. Gəncə xanlığı işğal edildikdən sonra xanlıq idarə üsulunun əvəzində yaradıldı. Ləman, de görək Gəncə xanlığı nə vaxt işğal olunur? 1804-də. Hansı ayda? Oktyabr. Yox.
Kim deyə bilər? 1804-ün hansı ayında? Mart. Yanvar ayı. 3-dən 4-ünə keçən gecə buyur Zeynəb. Yanvar ayında 3-dən 4-ünə keçən gecə yanvar. Yaxşı 1804-cü il. Yaxşı sən mənə denən görək. Demək. Müəllim. Hə, tamam. Sənin sualında da 4. Yox, mənim deyil. Kimdə 4-cü sualında? Mənim Zeynəb. Zeynəb, sən mənə denən görək. Gəncənin sonuncu xanı kim olmuşdu? Cavad xan. Cavad xan. Hakimiyyət illərini deyə bilərsən? Deyim mən. Yox, gözlə. Deyim. 1785 Aha. Yox, 1786 1804 Ayşə. Bəli, Cavad xan. Bəs Gəncə xanlığı nə vaxt ləğv olunur, adı dəyişdirilir? Nə vaxt? Deyim. Mən deyim. Murad deyəcək, Murad. Mən 1804-də idi. Bəli, 1804-cü ildə. Nə olaraq dəyişdirilir adı? Yelizaveta Pol belə bir şeydir. Kimin şərəfinə? Kimdir Yelizaveta? Yelizaveta. Mən 1-ci Aleksandrın arvadı idi, nə idi? Aha, 1-ci Aleksandrın yoldaşı, bəli. 1-ci Aleksandrın hakimiyyət illərini bilirsən? 1-ci Aleksandrın Mən deyim. mən 1801-1825. Aha, dedin, əla. Bəli, bax, Zeynəb, ümumən, xanlıq idarə üsulu ləğv edildikdən sonra bu əraziləri idarə edənlər komendantlar idi. Komendant. Rus zabitlərindən təyin olunmuş komendantlar deyildilər. Bax, bu ərazilərə bax. Başda Rus zabiti, komendant olan hərbi idarə. A variantı. Yaxşı mı? Davam edirik. Ona kimi sual olan gəlsin. Buyurun. 9 səhvdir mənim. 9. Var 9'a kimi sualı? Uşaqlar, indi videonu yüklənibdir, videonu göndərəcəm sizə. Deyir ki, Dərbənd, Bakı və Quba xanlıqlarının 1806-cı il tarixinə aid oxşar cəhət. Deyə bilərsənmi Leyla? Dərbənd, Bakı, Quba 1806-cı ildə nə baş verir? 1806'da işğal olunub. Bəli. Bunlardan ləğv olunmayaraq daxili müstəqilliyi saxlanılan hansı idi bir dənə? Quba. Bəs nə vaxt ləğv olunacaq Quba? 1810'da. Bəli. Qız niyə ləğv olunur Quba 1810-da? Çünki oradan komendant idarəçiliyi sistemi var idi ona görə. Yəni o idarə üsuluna qarşı üsyan qalxır və o üsyan yatırılaraq ləğv olunur.
Bəli. Amma Dərbəndlə Bakı tutulan kimi 1806-cı ildə ləğv olunur. Ona görə də cavabımız Y variantı olacaq. Bəli. Əla. Ona kimi sual olan var? Baxın görək. Ona kimi sual olan. Yoxdur. 20'ye kimi. 15. 15. Uşaqlar, baxın 15'e kimi səhv olan varsa desin. Sən mənə denən görək. Lama. Birinci Rus-Qacar müharibəsi neçənci ildən neçənci ilə qədərdir? 1804'ten 1813 ile kadar. İndi 1813'də hansı müqavilə imzalanır? ...1813'te Aha. böyle bir qəribə adı vardı. Görəkivski. Yox. Kim deyə bilər 1813'də imzalanan müqavilə? Mən deyim. Dayanın görək. Dəniz. Çarbalaşan. Dəniz. Buxarest. Ey Yox. Taşdemir Türkmençay. Neydi? 1813'də. Türkmençay değil. Yok, mən ne qatdım, qarışdım. 1803 yok, 1813. 13. Nədir? Ben Peter. 1813'ü bilirəm. Zeynəb. Gülistan. Gülüstan sülhü 1813'ün oktyabr ayında. Müəllim onu bilirdim. Mən 1803 başa düşmüşəm. Aydın. Bəli. Keçdik ikinci Lama, ikinci Rus-Qacar müharibəsini denən 1800 neçənci Rus-Qacar? ikinci. 1826, 1828. Bəs bu hansı müqavilə ilə sona çatır? Türkmençay. Bəli. İndi 19-cu əsrin birinci yarısı neçənci illər əhatə edir? On 19-cu əsrin birinci yarısı neçənci illər əhatə edir? 1812. Yox qız. 19-cu əsrin birinci yarısı neçənci illər əhatə edir? Bir dəqiqə. Mən özüm də çaşdırdım. Valla 19-cu əsr neçənci illərə aiddir? Neçənci illər 19-cu əsr aiddir? 1801'dən 1899'a qədər. Aid oldu. İndi bunun birinci yarısı hansı illərə düşür? Bir dəqiqə. 1800 Aha. 20 yox. Zeynəb. 1801'den 1850. Bəli. 1800'dən 1850'ye qədər bu 19-cu əsrin birinci yarısıdır. Aydındır. Bəli. Sən niyə özünü çaşdırırsan ki? Bunu dəfələrlə demişik. İndi bu əraziyə düşən Rus-Qacar sülhü hansıdır? Buxar 1800. Ya da bu hissəyə düşən Rus-Qacar müharibəsini sonlandıran sülh hansıdır burada? Türkmençay. Bəs salam da. A variantı. 20'ye qədər. 20'ye qədər kimin səhvi var? 16. 18. 18 kimin səhvidir? Mənim 16 dedi kimsə. 16'ın kim dedi? Müəllim mən. Leyla ilə getdik. 19-cu əsrin birinci yarısında Azərbaycan dövlətçi ənənələrinə son qoyan müqavilə. Bəli.
Azərbaycan dövlətçilik ənənələrinə son qoyan müqavilə onu demək istəyir ki, Azərbaycan tamamilə iki dövlət arasında bölüşdürülür. Beləliklə Azərbaycan vahidi yoxa çıxarılır. Bu bizim hansı müqaviləmizdir? Türkmənçay Neçənci il? 1828. Bəs Buxarest müqaviləsi nə vaxt baş verir? 812. 1812-də. Kimdən kimin arasındadır? Osmanlı ilə Rusiya. Bəli, burada Osmanlı nəyi tanımış oldu? Rusiyanın Cənub Qafqazda üstün olması. Cənub Qafqazda möhkəmlənməsini, bu ərazilərin Bəli. onun işğal zonasına daxil olduğunu tanımış oldu. Bəli. Dəniz qızla gedirik. Bəli. Dəniz qız 1827-ci ildə Sərdarabad döyüşünün nəticəsi. Orada bir Sərdarabad, bir də Cavanbulağı döyüşü var. Bəli. Və təbii ki, bu ərazi 1827-ci ildə hələ ki, bu yürüşlər olana kimi Qacarların əlində idi. Naxçıvan, İrəvan bölgələri. Sərdarabadı da 1827-ci ildə təbii ki, kimlər götürəcək? Ruslar. Ruslar. İndi bax orada cavablarda Ruslar qalib gəldi, Sərdarabada ələ keçirdi. vəssalam. Aydındır. Sonra 20'ye kadar varsa deyin gelsin. Var. Yoktu ki. Yoksa 30'a kadar. Buyurun. 26. 26. Neçə? 27. 27. Var uşaqlar 27'ye kimi. 21. 21'i Zeynep dedi. Zeynep'le gelir. 1806 yılda Bakı və Dərbənd xanlığını işğal etmiş dövlət hansı ola bilərdi? Bakı və Dərbəndi işğal edən dövlət. Zeynep. Rusya. İndi Rusiya orada neçədir? 4. 3. Ha, 4 Balkanlardır. Orada Rusiya yerləşmez. Sonra 27'ye kadar kimdəsə var? 26. Leyla. Cənubi Qafqaz 19-cu əsrin birinci yarısı tarixi ilə bağlıdır. 19-cu əsrin birinci yarısı neçənci illərə düşür? 1800-1850. Ay sağ ol. İndi burayla bağlı təbii ki, burada bir dənə sülh müqaviləsi var. Ədirnə. Bəli, Ədirnə sülhüdür. Neçə? 1829. 1829. Özdə bu sülhə görə Osmanlı ərazisindən neçə min erməni İrəvan, Naxçıvan, Qarabağ bölgəsinə köçürdü? 84.000. 1000. 84 min. 90 minə yaxın. Kitabda belə yazılır, amma əslində 84 mindir. Bəli. 27 dənizin idi, eləmi? 28. Nə? Yo 27. 27 qarşıladım. Hə. Dəniz 1803-cü il adlı öhdəlik haqqında sazişə əsasən Rusiyadan olan
Həmən o Syanov kimlərlə bu antlı öhdəliyi imzalayır aprel ayında? Kimlərlə imzalayır? Carlılarla. Bəli, Cal Balakənd. İndi Hə. Cal Balakənin daxili müstəqilliyini ləğv eləyir, yoxsa saxlayır? Daxili müstəqilliyini saxlayır. Bəs xarici müstəqilliyini? Xarici müstəqilliyi özündə olur. Yəni Syanovda olur. Bəli. İndi orada onlar vergini necə ödəmək? Vergini pambıqla ödəyirdilər deyəsən, ipəklə falan. İpəklə. Hə, Və ipəklə, pambıq deyil. onlar bir daha üsyana qalxmayacaqlarını təmin etmək üçün nə etməlidirlər? Müqavilə imzalayırlar. O heç daha. Bir And daha içirlər, hə. And içirlər. yox, bir daha üsyana qalxmayacaqlarını bildirmək üçün nə etmiş? Nə edirlər? Bax, carlılar sədaqət əlaməti olaraq Rusiyaya əmanətlər, girovlar verməlidirlər. Hə, bəli. Ailələrindən zaten girov verirlər. Bilirlər verirlər. Ay, stol və salam. Aydındır. Bu belə. Evet. Şu. Keçdik. Uşaqlar 30'a qədər. 32. 32. 32'ye kimi var kimdəsə? 32 dənə sənindir. Müəllim, Bəli, məndə 31 var. Efendim. Muradın 31-ci sualından sual cavaba baxar. Murad 1723 və 1806-cı il Rusiya tərəfindən işğal olunmuş şəhər. 1806-da Rusiya tərəfindən hansı ərazilər işğal olunmuş Murad? Müəllim, Bakı deyəsən. Davam et, düzdür. Bakı, Şamaxı, bir də Şamaxı Şəki. yox. Bakı. Kim deyə bilər o 3 dənə xanlığı 1806-da? Biri Bakıdır. Quba. Deyim. Bakı, Denən dəniz. Yox. Bakı, Dərbənd, Quba. Bəli. İndi Murad, burada demişdik ki, Qubanın daxili müstəqilliyini saxlayırlar, qalanı ləğv edirlər. Bakı ilə Dərbəndi ləğv edirlər. 1723-cü ildə 1-ci Pyotr tərəfindən Rus qoşunları Bakını tutur. Bakını tutduğuna görə Rusiyanın paytaxtı Sankt-Peterburqda atəşfəşanlıq olur. Bəli. Ona görə də 1723-də də 1806-da tutulan ərazi Bakıdır. 3. Aydındır. Bəli. Aha, gəlsin 32-ci sual kiminsə o. Hə, səsi aç. 32-ci sual. Bəli, müəllimə. Leyla, Şəmkir, Gəncə, Cavanbulaq. Təbii ki, Şəmkir, Gəncə 1826-cı ildədir. Cavanbulaq da 1827-də. Bəli. Üçmədzinlə Gümrü döyüşləri, bunlar 1-ci Rus-Qacar müharibəsi başlayan ildədir. 1804. İyundan noyabr. Düzdürmü? Bəli. Aslandüz 1812. Sərdərabad 1827-nin sentyabrı. Cavanbulağından sonra 1827-nin sentyabrında Sərdərabad döyüşüdür. Bəli. Və burada Ruslar İrəvan ərazisini, Sərdərabad qalasını tuturlar. Bəs Qarababa döyüşü kimdə ya?
Qarababa döyüşü. Ləman. 1809. Bəs ay sağ ol. 1809. Bəs sağ ol. Bir dənə Sərdarabad döyüşüdür. Orada da Ruslar qalib gəlir, Qacarlar və İrəvan ərazisi məğlub olacaq. Aydındır Leyla. Bəli. Uşaqlar, 40-a kimi nə sualınız var, gəlsin. Buyurun. Var 40-a kimi sualımız? 38. Kim çıxdı buradan? Otuz səkkiz. Ermənilərin Osmanlı dövlətindən Cənubi Qafqaza köçülməsini imkan verən sülh müqaviləsi. 84 min erməninin İrəvan, Naxçıvan, Qarabağ bölgəsinə köçülməsinə icazə verilən həmən o Osmanlı-Rusiya sülhü Zeynəb hansı ola bilər? Deyim mən. Yox, Zeynəb. Ədirlə. Ədirlə. Neçənci ildə? 1829. Ay işte. 40'a qədər var sual olan. Əlliyə qədər gəlsin suallar. Buyurun. Əlliyə qədər suallar. 43. 50'ye qədər 43. Türkmençay və Ədirnə müqavilələrin nəticələrində oxşar gəl. Sən mənə denən görək. Kimin idi bu 43-cü sual? Mənim idi müəllim. Sən mənə Türkmençay və Ədirnə sülhünün illərini denən. 1813 Türkmençay, 1829 Ədirnə. Aydın. Bunların içərisində, ikisində də belə bir qanun var idi. Ermənilərin Cənubi Qafqaza köçürülməsi. Türkmençay müqaviləsinə görə İrandan 40 minə yaxın erməni. Ədirnə müqaviləsinə görə Osmanlıdan 84 minə yaxın erməni Cənubi Qafqaza, yəni indiki Azərbaycan ərazisinə köçürülür. B var. Mən Türkmençay 1828-də ölürüm. 1828-də də köçürülür, 1829-da da. İkisində də var. Bəli. Dəniz 1813-də deyə mənə görə çalışdım. Yox, Türkmençaya 13 dedi, yoxsa 28? 13. Hə, 13. yox. Ola bilər, mən fikir verməmişəm. 1828 Türkmençay, 1829 Ədirnə. Yaxşımı? Bəli. Yəqin Gülstan bilmişəm, ona görə araşdırdım. Aha. Növbəti 50'ye qədər. Buyurun. Yoxdur 50'ye qədər. Hamı da düzdür. 44. 44. Ləmanla gidirik. Ləman, Bəli. Şəki xanlığı hansı müqavilə ilə Rusiyanın tərkibinə keçmişdir? Bir dəqiqə. Şəki ilə Qarabağ. İkisi də bu müqavilə ilə Rusiyanın tərkibinə keçir. Oxumuşdum, bilirəm. Gülüstan 1813. Yox. Könüllü şəkildə Rusiyanın işğalını qəbul edirlər. Şəki ilə Qarabağ. Qarabağ. Zeynəb deyə bilərsən. Kürəkçay. Bəli, Kürəkçay.
Bəli, 1805. 1805 21 may Şəki ilə bağlanmışdı, amma birinci Qarabağla 1805 14 may. İndi bəs Şamaxı nə vaxt keçir Rusiyanın tərkibinə? Şamaxı 1805-də. Hansı müqavilə ilə? Kürəkçaydı. 1805-də. Yox. Bu 1805-ci il dekabr ayında idi. Dəniz deyə bilərsən. Bəli. Nəyi döyüşü? Şamaxı xanlığı hansı müqavilə ilə Rusiyanın tərkibinə keçir? Kürəkçay deyil. Yox. Bu 1805-ci dekabrında Kürəkçaya Gürcistan. bənzər Kürəkçay müqavilə. bənzər müqavilə, bəli. Bəli, Hə, o. bənzər müqavilədir. İndi 1819-cu il Şəki, 1820-ci il Şamaxı. İkisi də Rusiya tərəfindən nə ediləcək? İşğal. İşğal yox. İşğal 1805-də edilmişdi. Bəli. Aha. Xanlıq idarəsi ləğv olunacaqdı. Xanlıq Bəli, idarəsi xanlıq idarəsi ləğv olunacaq. 50-yə qədər sualımız var. Murat hara getdi? Var 50'ye kadar. 50'ye kadar sualınız varsa verin gelsin. Yoktu ki. 60'a kadar. Buyurun. 57. 51. 51, 57. Leyla yoktu sen sakın kızım. Müəllim, məndə də 57-dir. 51. Lama. 18-ci əsrə ait deyil. 18-ci əsri denən mənə lama. 1701, 1799. B'ye bak. B'deki Buxarest müqaviləsi nə vaxt idi? Buxarest 1812. Ay, neçənci əsr? Ben, o da 19-cu əsr. Yəqin mən diqqətli səhvləmişəm. Ay, İndi digərlərini bu 11-ci sinif deyil, bu 10-cu sinifdədir. Onların üzərindən biz gələcəyik. İlin əvvəlindən gələndə inşallah ki, o hissələri gələcəyik. Yaxşımı? Bəli. Bəli. Sonra 57 deyildi. Leyla ilə gedirik. Qacarlar Azərbaycanın şimalında ən mühüm dayaqlarından birini itirdi. Rusiya Cənubi Qafqazda hərbi strateji üstünlüyü əldə etdi. Mən deyim. Yox. Leyla, Azərbaycanda ilk dəfə işğal olunmuş xanlıq hansıdır? Gəncə. Gəncə neçənci ildə? 1804. Ay, sağ ol. Gəncəni işğal etdikdən sonra yavaş-yavaş artıq Ruslar burada mövqeləri ələ alır və Fətəli Şah peşman olaraq öz oğlu Abbas Mirzəni döyüşməyə göndərir. Aydındır qızım. Bəli, müəllim. İndi demək burada cavab nə olacaq? Bəli. 60'a qədər yoxdursa 70'ə qədər suallarımıza baxırıq. Buyurun.
70'e qədər suallarımız. 66. Bir de 64. sabır ol. Sabır ol kızım. Aha. Demek 64'e kadar yoktu ki. ...64 kimin sualı oldu? Mənim müəllim. Bu sualı bir dənə Zeynəplə gedək. Zeynəp yazmısan sualları. Mən 45-ə qədər yazmışam. Yaxşı. 19-cu əsrin əvvəlində Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkay müqaviləsinin şərtlərinə daxil deyil, bizə deyir. Qarabağla Rusiya arasında bağlanan Kürəkay müqaviləsi nə vaxt ayın neçəsindədir? 1805, Ayın neçəsi? may ayındadır mənim. Mayın 14'ü. Yaxşı. 1805 14 may Kürəkay müqaviləsi. İndi deyir ki, bu müqaviləyə görə oxu bir-bir özün səhvi tap görək, səhv nə ola bilər? Buyur. A. Şuşada Rus qoşunun saxlanmasına razılıq verildi. Var idi Düzdür. belə bir şərt. Bəli. Bəli. Davam et. B. Xan, onun varisləri və xanlığın bütün ailesi Rusiya təbəliyinə qəbul olunurdu. Mən bu da düzdür. Bəli. Xanlıq müstəqil xarici siyasət hüququndan məhrum edilir, lakin xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanılırdı. Bu da düzdür. Aha. Xan Çar xəzinəsində hər il bac verməyi öhdəsinə götürürdü. Bəli. 8000 chevron vergi verməli idi. Bac vergidir. Sonra Xanlıq müstəqil xarici siyasət hüququnu saxlamaqla Rusiya təbəliyinə qəbul olunurdu. xarici Səhv siyasət. Düz deyər bunu? Xeyr. Xeyr. Xarici siyasəti yox idi. Rusiyaya bağlı idi. 70'e qədər uşaqlar. 66. 70'e qədər 66'ya baxırıq. Leyla sən də 66. Yox, mən Dəniz. Dəniz qızım. Hə. Sizin şəxsinizi qarışdırıram burada. Şəki və Şamaxı xanlıqlarının 19-cu əsrin 1-ci rübü tarixinə aid oxşarlıq. Ümumən 19-cu əsrin 1-ci rübü neçənci illərə düşər? 1801, 1825. Ay sağ ol. İndi bu dövrdə Şəki Şamaxı haqqında biz görsək, Şəki Şamaxı 1805-ci ildə Rusiya tərəfindən Tutulur. İşğal olunur. Şəki nə vaxt ləğv olunur bəs? Şəki 1819-da, Bəs Şamaxı? 1820-də Bax gör elə bir şey var. ləğv edilərək bütün hakimiyyətin komendantı Qazan quruldu. Birinci Rusiya müharibəsi ərəfəsində Rus qoşunları tərəfindən işğal edilməsi. Birinci Rusiya Qacar. 1805 düşür də, 1804-1813. Bəli. Vəssalam. Y variantı.
Bu düşün 1805. Davam edirik. 70'e kadar var sualımız. 67. 70 neçə? 67. Tamam. Gel buraya. Oku hemen. 19-cu əsrin Oku. 19-cu əsrin əvvəllərində Azərbaycanın 19-cu əsrin ikinci yarısına Şimal Qafqazın tarixinə aid oxşar cəhət. Hı -hı. Şimal Qafqaz. Bak Mən 1803-cü ildən başlayaraq Azərbaycanın Carbalakan bölgəsinə Ruslar qoşun yeridərək işğala başlayırlar. bəli. Bir də 19-cu əsrin ikinci yarısında da 1819-cu əsr 1850. 50-dən neçəyə kimi? 1850-dən 1850-dən ay Allah. 1899-a. Bəli, 1899. İndi bunu biz ümumi tarixdə keçəcəyik. 1834-dən 1859-a qədər Şeyx Şamil adlı Şimali Qafqaz bölgəsinin igidlərindən biri olan şəxs mübarizə aparır Rusiyaya qarşı. Çünki Rusiya bu əraziləri də işğal etmək istəyirdi. Eyni zamanda bizim ərazilər olan Cənubi Qafqazı da işğal etmək istəyirdi. Ona görə bax burada Rus qoşunlarının müstəmləkə işğallarına məruz qalmaları olacaq cavab. Bəli. Salam. 70'e kadar var. Varsa deyin 70'e kadar. Seksene kadar. Yetmiş altı. 71. Neçə? 71. 78. Avuşda İstiqlal müharibəsi başa çatan ildə Azərbaycanda nə baş vermişdir? Bizdən bunu istəyir. Söhbət uşaqlar 1783-cü ildən gedir. Bunu bilmirsiniz tam şəkildə. Amma ABŞ-ın İstiqlal müharibəsi 1783-də başa çatıbdır. Bəli. Bəs burada nə baş verəcək? 1783-də Gəncə xanlığında iki hakimiyyətliyə son qoyulacaq. 1781-dən 82-ə qədər Gəncədə iki hakimiyyətlik baş verib. Bu da xanlıqlar dövrünü əhatə edir. Ona görə bu haqda tam bilmirsiniz. Ötən dərslərimizdə, ilin avqustdan başlayan dərslərimizdə bu haqda danışacağıq. Növbəti. 80-ə qədər. Buyurun. Yoxdur. 78. 78. 76. 76, 78. 76-nı qoy, gedək biz Zeynəblə. Zeynəb. Şəki xanlığına aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin deyir. Bəli. Hı -hı. Bir, Səlim xanın Rus qoşunlarını Şəkidən qovması. Bu nə var? 2, Kürəkçən müqaviləsi. Bu, O Qarabağlı İbrahim Xəlili öldürürlər 1806-cı ildə. bəli. O da görür ki, Ruslar əslində xoş niyyətli deyil. Bu torpaqları tamamilə öz tərkiblərinə qatmaq istəyirlər. 1806. Bəli. Bir Kürəkçay müqaviləsinin imzalanması 1805. 21 may. 21 mart.
3. Rusiyapərəst bəylərlə ibarət müvəqqəti idarənin yaradılması. Aha. 1806-cı ildə Rus qoşunları Şəkidən qovulanda Səlim xanla Ruslar arasında mübarizə başlayır. Əlavə qüvvələrlə Ruslar Səlim xanı hakimiyyətdən salırlar və təbii ki, neyniyəcəklər? Orada müvəqqəti idarə yaradacaqlar. Yəni Səlim xanın Rus qoşunları Şəkidən qovulmasından sonra Rusiya pərəst bəylərdən ibarət müvəqqəti idarə yaradılır Şəkidə. Aydındır. Bəli. Qacarların Şəki ərazisinin Rusiyaya ilhaq edilməsinin tanınması hansı müqavilə ilə olar? 1828. 13 deyə bilərsən sən buna. Yaxşı. İlhaq edilməsi 1813. Çünki 1828-ci ildə Şəki qalmamışdır artıq. Şəki xanlığı deyə bir anlayış qalmamışdır. Aydındır. 1819-da Şəki ləğv olunur. Bax, ona görə birinci 2 Kürəkçay. Sonra 1, sonra 3, axırda da 4. B variantı. Aydındır. Yetmiş səkkiz. 78-i kimlə gedirik? Dənizlə. Bəli, mən. Dəniz, birinci Rus-Qacar müharibəsini denən. Birinci Rus-Qacar müharibəsi 1804-1807. Birinci 13. 13. Başlayın. Hansı müqavilə ilə sona çatdı? Buxarest 1812. Gülüstan. Gürcistan. Bəli. İndi baxaq görək, Gəncə xanlığının ləğvi nə vaxt dedik? 1804. Yanvar ayı. İndi Rus-Qacar Bəli, yanvar. müharibəsinə düşür bu. Yox, düşmür. Məncə ondan əvvəldir. Bəli, ondan əvvəldir. Yanvarında bu ləğv olunur. İyununda Rus-Qacar müharibəsi başlayır. 3 kilsə yaxınlığında döyüş. Bu da 1804-dür. Bəli, elə 1804-ün iyun ayında müharibə ilk olaraq bu döyüşlə başlayır. Cavanbulaq döyüşü. 1827. Bu aid deyil. Sultanbud yaxınlığında Rus qoşunlarının məğlub edilməsi. Bu da 1827-dir. Sultanbud yaxınlığında yox, Sultanbud 1807 deyil. 1827. Yox, o Cavanbulaqdır. Sultanbudu bilmirəm mən. Kim deyə bilər Sultanbudu? 1809. 1809. O döyüşüdür, Qarababa. Qarışdı. 1812. Sultanbud. 1811. Bəli, Sultanbud, bəli. Nə baş verir Sultanbudda? 11. Burada Rusla Qacar arasında olur. Abbas Mirsə qələbə qazanır da. Bəli. Neçənci ildə? 1812-də. İndi Dəniz birinci Rus-Qacar müharibəsinə düşür. Bəli, axırında bu. Bəli. Cavab 2-4 olacaq. Ərdəbilin Rus qoşunları tərəfindən tutulması 1820 neçəydi? 8 7. 27. 27-nin axırları. Uşaqlar, belə deyək, bugünlük yekunlaşdırıram.